əlimizdə kitab var. Həmin yəni o sözlərin yazıldığı mənbə durur əlimizdə. Bu heç vaxt ölməyəcək, heç vaxt dəyişməyəcək, olduğu kimi qalır. Həmin o Allahın elçisinə tabe olmaq, həmin o sözlərə tabe olmaqdır, Qurana tabe olmaqdır, vəhyə tabe olmaqdır. Bismillahirrahmanirrahim. Elşad Miriyə verilən təlimata görə sonuncu Allah Rəsulu və Peyğəmbəri olan Məhəmməd Peyğəmbəri sallallahu aleyhi və səlləm leksikamızdan çıxarıb unutturmaqdır. Ona görə də o, bu yolda nəyinsə xatirinə Allah Rəsulunu hər fürsət düşəndə dolayı yol ilə gözdən salmağa çalışır. Lakin Uca Allah buyurur ki, يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللّٰهِ بِأَفْوَاهِهِمْ وَاللّٰهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ. Onlar Allahın nurunu, İslam dinini öz ağızları, öz iftiraları və şər sözləri ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu, yəni dinini tamamlayacaqdır. Elşad Allaha və Rəsuluna itaət edin ayəsində keçən Rəsula itaəti yozaraq, deyir ki, Rəsul mesaj mənasındadır, canlı insanın özü deyil. Mən indi bəzi ayələr oxuyacağam və görəcəyik ki, Elşadın iddia etdiyi kimi Rəsul mesaj deyil, canlı bir şəxsdir. Uca Allah buyurur, Həttə yəqulər Rəsul vəl-ləzīnə əmənu ma'ahu mətə nasrullah, ələ innə nasrallahi qarib. Yoxsa sizdən əvvəl gəlib keçənlərin, başına gələnlərin bənzəri sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızı mı güman edirsiniz? Onlara elə fəlakət və sıxıntı dəymiş və elə sarsılmışdılar ki, hətta Rəsul və onunla birlikdə iman gətirənlər Allahın köməyi nə zaman gələcəkdir demişdilər. Bilin ki, Allahın köməyi yaxındır. Bu ayədə Rəsulun danışması qeyd olunub və əlbəttə ki, mesaj danışmır. Digər ayədə Uca Allah buyurur, Tilkə əyətullahi nətluhə aleykə bil-haqq və innəkə ləminəl mürsəlin. Bunlar Allahın ayələridir ki, onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən rəsullardansan. Bu ayədə Uca Allah birbaşa Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və səlləm özünü rəsul adlandırır. Həmçinin Allah Teala buyurur, Əmənər rəsulu bimə unzilə ileyhi min rabbihi vəl-mu'minun. Rəsul və möminlər Rəbbindən ona nazil edilənə, Qurana iman gətirmişlər. Burada da Rəsulun insan olmasına işarə edilir. Başqa bir ayədə Uca Allah buyurur, وَإِذَا قِيلَ لَهُمْ تَعَالُوا إِلَى مَا أَنزَلَ اللّٰهِ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنْكَ صُدُودًا. Onlara Allahın nazil etdiyinə, Qurana və Rəsula tərəf gəlin deyildiyi zaman münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən. Baxın, burada Uca Allah bildirir ki, Rəsula tərəf gəlin deyildiyi zaman münafiqlərin səndən üz döndərdiklərini görərsən. Deməli, Rəsul Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm özüdür. Elşada tövsiyə edirəm ki, Allah Rəsulundan üz döndərməyinlə özünü münafiqlərin sırasına yazmış olarsan. Ona görə də Allahdan qorx və bu işindən əl çək. Uca Allah digər ayədə buyurur, وَقَالُوا مَا لِهَذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ. Müşriklər dedilər, bu necə rəsuldur ki, yemək yeyir, bazarlarda gəzir. Həmçinin Uca Allah buyurur, وَمَا أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ. Səndən əvvəl göndərdiyimiz rəsullar da şübhəsiz ki, yemək yeyər, bazarlarda gəzərdilər. Əziz izləyici, keçən ayələrdən aydın olur ki, danışmaq, iman etmək, yemək yemək, bazara getmək adətən canlı insana aid olan bir sifətdir. Elşadın iddia etdiyi isə səhv və elşadda olan isə İslama aid olmayan yad bir sifətdir.